Salam, axşamınız xeyir uşaqlar. Bugünkü mövzumuz atom quruluşu, deməli Mendeleyev dövrü qanunu, kim eventlərin dövrü sistemi atomun quruluşu mövzusudur. Diqqətlə baxırıq. Deməli, mən bir balaca tarixçəsi haqqında demək istəyirəm sizə. 1869-cu ildə deməli Alman alimi Meyer həmin dövrdə məlum olan elementlərin atom çəkilərinin artması sırasıyla düzərək onların xassələrinin dövrü olaraq dəyişməsini müəyyənləşdirmiş və ilk dəfə belə asıllıq göstərən cədvəli tərtib etmişdir. Daha sonra isə Mendeleyev o dövrdə məlum olan 63 elementin atom çəkilərinin artması sırasıyla yerləşdirmiş, daha tam, dəqiq formada bir cədvəl bizə qrup yaratmışdır və hazırdakı indiki devirdə bu cədvəl üzərində biz çox işləyirik və işlərimizi bu cədvəl üzərində qururuq. Deməli, belə çıxır ki, dövrü qanun kəşfi və dövrü sistemin ilk variantı yaradılma tarixi 1 mart 1869-cu ildə qeydə alınmışdır. Gəlin görək, dövrü cədvəl, dövrü sistem sözü nə deməkdir? Bax, dövrü cədvəldə görürsünüz ki, bizim 7 dənə dövrümüz var. Uşaqlar, baxın, 7 dənə nəyimiz var? 7 dənə bizim dövrümüz var. Bax, belə. Deməli, bizim 8 dənə də qrupumuz var. Dövrlərimiz 2 yerə bölünür. Kiçik dövrlər, böyük dövrlər. İlk 3 dövrümüz kiçik, 4-dən 7-yə qədər olan dövrümüz böyükdür. Qruplarımız 2 yerə bölünür. Əsas yarım qruplar, əlavə yarım qruplar. A yarım qrupuna əsas, B yarım qrupuna əlavə yarım qruplar deyirik. Birinci dövrdə cəmi 2 element, hidrogen, helium. İkinci dövrdə cəmi 8 element, üçüncü dövrdə 8 element var. Və dövrlər qələvi metallarla başlayıb təsirsiz qazlarla qurtarır. Birinci devir isə hidrogenlə başlayıb heliumla bitir. Litiumla başlayıb neonla bitir. Natriumla başlayıb argonla bitir. Kaliumla başlayıb kriptonla bitir. Və 4-cü, 5-ci, 6-cı, 7-ci devir ona görə böyük devirdir ki, deməli bu dövrlərdə 18 element yerləşir. Amma 6-cı devirdə artıq 32 elementin yerləşdiyini müəyyən edirik. 7-ci devirdə hələ natamamdır, tamamlanmağa doğru gedən bir devirdir. Yəni hal-hazırda 23 elementi mövcuddur. Yəni əslində isə 32 element olmalıdır. Deməli, əlavə yarım qrup metallar da 4-cü dövrdən başlayır, skandiumla başlayır, 4-cü dövrdən söhbət gedir, sink ilə bitir. Yəni, əlavə yarım qrup metallar o demək ki, skandiumdan 3D-dən başlayır və sink 3D10-da bitməyə başlayır. Və baxın, 10 dənə sıramız var. Deməli, hazırda müasir məsələn, dövr Mendeleyev cədvəlində 118 kimyəvi element kəşf olmuş və bu dövr sistemdə onların yalnız 110-nun adı qeydə alınmışdır. Sonra, uşaqlar, deməli, belə deyək, nəcib qazlar hansı qrupda yerləşir? 8-ci qrupun əsas yarım qrupunda bax, beləcə yerləşirlər. Sonra, indi isə gəldik əsas yarım qrup və əlavə yarım qrup haqqında sizə deməyə. Birinci qrup, məsələn, hər bir qrup əsas və əlavə yarım qrupa bölünürsə, bizim ümumilikdə 16 dənə əlavə yarım qrupumuz var, belə deyərdik. Əsas yarım qrup A, əlavə yarım qrup B-dir. Əsas yarım qrupda yerləşənlər oxşar xassəli metallar sayılırlar. Birinci qrup litium, natrium, kalium, rubidium, sezium, fransium. İkinci qrupun qələvə torpaq metalları dedikdə berilyum, magnezium qələvə torpaq metallar sırasına daxil deyil. Amma kalsiumdur, stronsiumdur, bariumdur, radiumdur, radioaktivdir. Qələvə torpaq metallar sırasına daxildir. Halkogenlər bildiyimiz kimi 6-cı qrupda, halogenlər 7-ci qrupda, təsirsiz qazlar isə 8-ci qrupun əsas yarım qrupunda yerləşən elementlər sayılırlar. Ən əsas sabit valentli metallar yerləşir 1-ci, 2-ci və 3-cü qrupun əsas yarım qruplarında. 1-ci qrupun valenti 1, 2-ci qrupun valenti 2, 3-cü qrupun valenti isə 3-dür. 1-ci qrupun baş oksidi 2O, hidridi RH-dır, uçucu olmayan birləşmələrdir. 2-ci qrupun oksidi RO, hidridi RH2-dir, uçucu olmayandır. 4-cü qrupun oksidi 2O3, hidridi RH3-dür. 4-cü qrupun oksidi RO2, hidridi RH4-dür. 4-ə kimi qalxdıq. 4-dən sonra hidrogenə görə valentlik azala-azala gedir. RH3, RH2, RH. Oksidi isə qrupun nömrəsinə uyğun olaraq artır. R2O5, R2O3, R2O7. Sual verə bilərlər. RH tipli uçucu birləşmə neçənci qrupda yerləşir? 7-ci qrupda. Çünki 4-cü və 4-cü qrupdan sonra deməli bizim
Əsasən əlavə yarım qrup metallarını çıxsaq, ilk gördüyümüz sırada bordur, karbondur, azotdur, silisiumdur, fosfordur, oksigen, kükürt, flor, xlor. Bunlar qeyri-metallar sinfinə daxildir. Ümumiyyətlə mən sizə bir sual sözə deyim uşaqlar. Qeyri-metal elementlər ikiyə yerə bölünür. Metallar, qeyri-metallar. 22 qeyri-metal, bizim 88 metalımız var. Qeyri-metalları da tapmaq rahatdır. Baxın, qeyri-metallar hansılardır? Hidrogen, bor, karbon, silisium, pilləkən düşürük. Azot, fosfor, arsen, oksigen, kükürt, selen, sellur, flor, xlor, brom, yod, astat, helyum, neon, argon, kripton, ksenon, radon. Gördünüz, saydıqda isə bizim burada artıq 22 dənə qeyri-metal olduğumuzu müəyyən edə bilirik. Digərləri isə metallardır. Metallarda əsas deməli qüvvətli və zəif metallardır. Əsas yarım qrupda yerləşən metallardan birinci qrupun əsas yarım qrupunda yerləşən litiumdur, natrium, kalium, rubidium, sezium, fransiyum, kalsium, stronsium, barium, bunlar çox aktiv metallar sayılırlar. Əlavə yarım qrupda yerləşən metallar orta aktiv və pasiv olmaqla iki yerə bölünürlər. Məsəl üçün pasiv metallardan misi misal göstərə bilərik, gümüşü, qızılı misal göstərə bilərik, civəni misal göstərə bilərik. Bu metallar bizə pasiv metallar sırasına daxildir. Amma dəmirdir, xromdur, manqandır. Bu metallar isə sinkin özüdür. Ortaaktiv metallar sırasına daxildir. İndi isə gəldik əsas məsələyə. Birinci qrupun deməli necə yazılır oksidi? Deməli elektron konfigurasiyası NS+1. Maksimum oksidləşmə dərəcəsi müsbət 1, minimum 0-dır. İkinci NS+2-dirsə uşaqlar baxın, NS+2 bir dəqiqə NS+2-dirsə müsbət 2 ilə 0 yazılır. Üçüncü qrup isə NS+2, MP+1-dir. Müsbət 3 və 0 göstərir və üçüncü qrupda artıq biz dayandıq. Çünki burada sırf metallardan ibarətdir. Hidrogen və bor istisnadır. Deməli, oksidinə görə R2O, hidridi oksidi RO, oksidi R2O uçucu olmayanlardır. Hidridi RH, RH2, RH3 yenə uçucu olmayanlardır. Niyə biz bu metalların minimumunu 0 götürdük? Çünki metallar mənfi oksidləşmə dərəcə göstərmir. Onların göstərdiyi oksidləşmə dərəcələri ancaq deməli müsbətdir və 0-ı göstərir. Sonra keçdiksə sizlə indi isə qeyri-metallar sırasına biz keçdik. Gəlin qeyri-metallardan danışağım burada. Deməli karbona gəldik. NS+2, MP+2. Gördünüz 2-nin üstünə 2 gəlin neçə edir uşaqlar? +4. Minimumu tapanda -4-dür. Səbəb nədir? Niyə? Bax bu -4 olmalıdır. Bax niyə? Bax uşaqlar, məsəl üçün mən deyirəm ki, NS+2, MP+2 deyirəm də. S-in bir orbitalda bir cüt elektronu var, P-nin də 2 tək elektronu var. O cədvəlini istəyir ki, hər bir element NS+2, hər bir qeyri-metal MP+6 ilə tamamlasın. Yəni hər biri özünü təsirsiz qaza oxşatmağa çalışır. Deməli NS+2, MP+2-dən NS+2, MP+6-ya keçmək üçün ona 4 elektron çatmır ki, bu 4 elektronun deməli 1, 2, 3, 4'ü bura gəlsin. Ona görə böyük +4, kiçiyi -4'ü göstərir. Mən də uşaqlara bu cür öyrədirəm. Maksimum 8 olmalı deyil. 4'dən 8 rəqəmini çıx minimuma al. Bax uşaqlar bunu bu cürə qavrayır. 4-cü qrupun oksidi RO2, hidridi isə RH4'dür. Hər ikisi də uçucu olan birləşmələr sırasına daxildir. Çünki söhbət karbondan və silisiumdan burada gedirdi. İndi isə keçdik sizlə deməli 5-ci qrupa. 5-ci qrup NS+2, MP+3'ü bizə verir. Maksimum müsbət 5, minimum -3'ü göstərir. Gördünüz ki, üstünə 3 gələndə maksimum müsbət 5, minimum deyəndə məsəl üçün gəlin belə yazaq. Deməli S-in bir orbitalda bir cüt elektronu var. P-nin də 1, 2, 3 tək elektronu var. Elektronu çatmır deyənə 3'ünü də qəbul eləməlidir. Ona görə +5, -3. Oksidinə görə R2O5, hidridinə görə isə uşaqlar minimum göstərməlidir RH3. Deməli RH3 uçucu, R2O5 də onun baş oksidi sayılır. Daha sonrası davam elədik. Gəldik sizlə 6-cı qrupu izah eləməyə. 6-cı qrup NS2, MP4'ü bizə verir. Deməli, bircə burada nə istisnalarımız var? Hər bir elementin
deməli xarici energetik səviyyədə olan elektronların maksimum valent elektronları sayılır. Bax bunu bu cürə biz sizlə ispat eləyə bilərik. Məsələn, 2 + 4 minimum müsbət 6 minimum nədir? -2-dir də. Yəni oksidi nədir? RO3, hidridi nədir? RH köçücü birləşmədir. 7-ci qrupu isə göstərsək, NS2 MP5-dir. Maksimum müsbət 7, minimum -1-dirsə, biz buna R2O7 əzizlərim və RH olub uçucu olan birləşmə kimi baxa bilərik. Amma sizə bu arada bir xatırlatma da eləyim ki, oksigen və floru bura daxil eləməyək. Məsəl üçün, gəlin belə bir nümunə yazaq. Mən sizə deyirəm, uşaqlar, magneziumu qurun. Yazırsınız, magnezium 12-dir, nöqtə, 3s+2. Deyirsiniz ki, xarici elektron səviyyəsindəki elektronu var. Valent elektron da müəllimə 2-dir. Maksimum oksidaşma dərəcəsi müsbət 2, minimum 0-dır. Və yaxud da başqa bir fosfor üzərində misal çəkək 15, 1s+2, 2 elektron konfigurasiyasını düzürük 2p6, 3s+2, 3p+3'dür. Deməli, 3-cü dövr 5-ci qrup A yarım qrupudur. Bu arada xatırladım. S və P ilə qutarırsa A yarım qrup sayılır. Əgər içində D elektron varsa B olub əlavə yarım qrup elementləri sayılır. Bu da S ilə bitirsə metallar sinifinə daxildir. D ilə bitirsə metallar sinifinə, P ilə bitirsə qeyri-metallar sinifinə daxildir. S istisna olaraq misal göstərə bilərik alüminiumu. P-ni isə misal kimi hidrogen, helyum istisnadır, qeyri-metaldır. P-yə alüminium istisnadır ki, qeyri-metaldır. Yəni mən sizə ancaq 4 dövrdən danışıram da, kriptona qədər olan fikirlərimi ispat eləyirəm. Tanıdığınız elementlərin hamısı isə metallar sinifinə daxildir. Baxın, uşaqlar, 2-nin üçgəndə neçə eləyir? Bunun maksimumu müsbət 5-dir. Minimum isə -3'dür. Gördünüz, tam ödəyə bildi. Və yaxud da kükürt 16-nı gəlin götürək. Nöqtə, 3s+2, 3p+4, P elementidir. 3-cü dövr 6-cı qrupun əsas yarım qrup elementidir. Valent elektronu deməli 6-dır. Və bunun maksimum oksidləşmə dərəcəsi müsbət 6, minimum oksidləşmə dərəcəsi isə -2-yə bərabərdir. Bunu ödəməyənlər də var. İstisnanız var. Flor 9'dur. 1s+2, 2s+2, 2p+5. İkinci dövr 7-ci qrupun əsas yarım qrup elementidir. P elementidir, qeyri-metaldır. Amma siz buna qəti şəkildə müsbət 7 deyə bilməzsiniz. Ən böyük 0, ən kiçik isə -1'dir. Oksigen də bu cürə götürürəm. Oksigen 8, 1s+2, 2s+2, 2p+4'dür. Siz buna qəti şəkildə müsbət 6 deyə bilməzsiniz. Maksimum müsbət 2, minimum isə -2'yə bərabərdir. Əzizlərim, bəs valent elektronları deyəndə, xarici energetik elektron deyəndə nə başa düşürsünüz? Məsəl üçün, karbonu yazıram 6, 1s+2, 2s+2, 2p+2. Ümumiyyətlə deyə bilərsiniz ki, cəmi 6 elektron var. Amma valent elektronların sayı cəmi 4'dür. Xarici energetik səviyyədə də 4 elektron var. Xarici energetik səviyyədə olan elektronlardan biri cüt, ikisi isə bax beləcənə təkdir. Bax belə danışa bilərsiniz. Və yaxud da 2 cütləşməmiş elektronumuz var. Maksimum oksidləşmə dərəcəsi müsbət 4, minimum -4'dür. Niyə minimum -4'dür? Çünki P elementləri qeyri-metallardır. İstisnamız 4-cü qrupu biz danışırıqsa, 4 dövrdən danışırıqsa, söhbət alüminiumdan gedir ki, alüminium istisnadır. 13, 3s+2, əzizlərim, 3p+1, maksimum müsbət 3, minimum 0'dır. Bax, bunu yadımızda saxlayaq. 3-cü dövr, 3-cü qrupun əsas yarım qrup elementidir. Və normal halda bilmək istəyirsə neçə tək elektronu var? Normal halda bir tək elektronu var. 3 valent elektronu, 3 xarici elektronu mövcuddur. Sonra D elementlərindən heç danışmadıq. D elementlərimizin içində 2 dənə uçurumumuz var. Biri xromdur, biri mistir. Xrom deməli 24'dür. 1s+2, 2s+2, 2p6, 3s+2 əzizlərim, 3p6, 3d-ni yazmırıq. 3d-dən qabaq 4s+2 və yerdə qalanı d-yə qoyuruq. Və bu zaman olur nə? 3d5, 4s+1. Maksimum oksidləşmə dərəcəsi müsbət 6, minimum isə 0'a
bərabərdir. Normalda neçə tək elektronu var desək, deməli D-nin siz bilirsiniz ki 5 orbitalı var. Normalda 5 tək elektron burada var. Normal D-sində 1 tək elektronu var və beləliklə 6 tək elektronu var. Xarici energetik səviyyədə neçə elektron var? 1. Xaric deyəndə 4 S-ə baxın. Valent elektronlar neçə deyəndə hər ikisini birlikdə S və D-nin valent elektronunu eyni qəbul eləməlisiniz. Və yaxud da bunu bir manqan üzərində və ya dəmir üzərində də isbat eləyə bilərik. Məsəl üçün manqan üzərində lap isbat eləyək sizə. Manqan 25-dir. Düzürük. 3D5, 4S üstü 2. Sizə maksimum oksidləşmə dərəcə müsbət 7, minimum 0-dır. Uşaqlar, deməli mənim balalarım burada neçə dənə tək elektron var desə, D-nin 5 dənə orbitalı var, 5-i də təkdir, tək elektronu var. S-in bir cüt elektronu var. Xaricdə neçə elektronun var? 2. Bəs valent elektron neçədir? 7. Bax, bu cürə biz bu dərsi sizlə bu cürə rahat şəkildə öyrənməyə çalışacağıq. Mənim balalarım, bəs gəldik tək elektronlara. Birinci qrupda NS üstü 1 olduğuna görə normalda bir tək elektronu var. Bax, bir tək elektronu var. Mən bunu səliqəli şəkildə necə yazım? Bax, buradan yazım ki, siləndə də rahat olsun. Aha. Bir tək elektron burada var, belə deyək. İndi keçdik buna, məsələn, ikinciyə keçdik, NS üstü 2. Görürsünüz, ikinci dövrdə ümumiyyətlə tək elektron yoxdur, 0-dır. Keçdim üçüncüyə, NS üstü 2, MP üstü 1. Normalda neçə tək elektronu var? Gəlin baxaq. Normalda gördünüz bir tək elektronu var. Keçdim məsələn 4-cü dövrdən danışıram. Məsələn 4-cü dövrdən məsələn karbondan danışıram məsələmdə. NS üstü 2, MP üstü 2. Baxın S-in bir orbitalda bir cüt elektronu var. P-nin isə 2 belə tək elektronu var və deyiz ki normalda 2 tək elektronu var. Sonra 6-cı qrupda 2 tək elektron, 3-cü məsələn 5-ci qrupa gəl baxağın. NS2, MP3 deyirəmsə, S-in bir orbitalda bir cüt, P-nin isə əzizlərim, bax belə mənim körpələrim 3 tək elektronu var və siz nə deyə bilərsiniz? Normalda 3 tək elektronu var. Keçdik, deməli 6-cı qrupa keçdik. 6-cı qrupa keçdik. Deməli NS üstü 2, MP üstü 4. S-in bir orbitalda bir cüt elektronu var. P-nin isə 1, 2, 3, 4, 2 tək elektronu var. Və 7-ci qrupunda bir tək elektronu var. 7-ci qrupu da bir dənə yazaq. Məsələn, NS üstü 2, MP üstü 5-i götürürəm. Normalda 2 tək budur. Və eyni zamanda 1, 2, 3, 4, 5 və bir dənə tək elektronu biz burada görürük. Deməli, nə başa düşdük buradan? Biz buradan elə bir şey başa düşdük ki, bizim birinci qrupda bir tək elektronumuz var, ikinci qrupda yoxdur. Burada bir tək elektronumuz, burada 2, burada 3 tək, burada 2, burada isə bir tək elektronumuz mövcuddur. Və burada həssiz qazarı tək elektronumuz yoxdur. Testə düşə bilər ki, hansı qruplarda bir tək elektron var? Birinci, üçüncü və 7-ci. Harada daha çox tək elektron var? 5-də. Harada 2 tək elektron var? 4-də və 6-cı qrup sözünü isbat eləyə bilərsiniz. Əsas məsələyə gəldik. Deməli, testdə düşən suallardan biri budur. Bax, bu qrup, yəni boru və hidrogen çıxmaq şərti ilə, bax, qeyri-metallar necə birləşsin? Məsələn, birinci qrupdan X-i götürürəm. Tutalım ki, 5-ci qrupdan da Y-i götürürəm. Birinci qrup metalların maksimumu, məsələn, birinci qrupdursa müsbət 1-dir. İndi mən sizə bir söz deyim də, bax, belə götürək də, birinci qrupun maksimum müsbət 1, minimumu 0-dır. 5-ci qrupun maksimum müsbət 5, minimumu mənfi 3-dür. Əgər bunlar birləşirsə, birinci qrupun maksimumu, 5-ci qrupun minimumu birləşir, olur X3, Y. Bax, belə yəni birinci qrupdan 5-ci qrup X3, Y verir. Və yaxud da birinci qrupdan 6-cı qrupu birləşdirmək istəyirəm. Birinci qrupun maksimum müsbət 1, minimumu 0. 6-cı qrupun maksimum müsbət 6, minimum mənfi 2-dir. Bunun maksimumu isə minimumu birləşsə, olur X2, Y birləşməsi. Bax, belə. Metalla da qeyri-metal birləşirsə, ion rabitəsi yaranır. Məsələn, bax, bu ion rabitəsidir, bax, bu ion rabitəsidir. Yadda saxlayın, bəs kovalent polyar rabitə nədir? Qeyri-metallar, yəni 4-cü qrupla, bax, gördüyünüz kimi, bax, bu qruplar öz aralarında birləşərlərsə və hidrogen bunlarla qarşılıqlı əlaqədə olarsa,
polyar kovalent rabitə yaranmış olar. Elə burada var bu arada. Amma bax bu gördüklərinizlə bunlar öz aralarında belə birləşərlərsə iyon rabitəsi bizə vermiş olar. Məsəl üçün mən sual verirlər ki, ikinci qrupdur bu, maksimum müsbət 2, 0. Bir də 7-ci qrupu götürürük. 7-ci qrupun da maksimum müsbət 7, minimum mənfi 1. Bunun maksimum, bunun minimum birləşir olur XY2 iyon rabitəsi. Və yaxud da ikinci qrup ilə müsbət 2, 5-ci qrupu birləşdir. Bunun da minimum mənfi 3-dür. X3, Y2 deyilən belə bir birləşmə əldə olunur və bu yenə də iyon rabitəsidir. Yəni birinci qrup, məsələn, nətər deyim, birinci, ikinci, üçüncü qrup ilə 4, 5, 6, 7 arasında, yəni söhbət də gedir bildiniz də, yəni bu metallardan, bunlar arasında olan rabitələr isə iyon rabitəsi sayılmış olur. Əla. Yəni mən elə düşünürəm ki, mənim izahım sizə bura kimi tam çatdı. Hər bir elementin maksimum valenti onun qrupun nömrəsinə uyğundur və valent elektronları da uyğundur. Məsələn, görürsünüz, valentləri 1-dir, birinci qrupdur, valentləri 2-dir, ikinci qrupdur. Uyğun gəlməyən fondur. Florun maksimum valenti 1-dir, amma 7-ci qrupda yerləşir. Oksigen 3, 6-cı qrupda yerləşir. Azotun maksimum valenti 4-dür, amma 5-ci qrupda yerləşir. Oksigen də 2 halda ancaq bizə göstərə bilər 3 valentli. Bunlar hardadır? Hidroksiyon iyonunda və CO birləşməsində. Allah qoysa mən onları yavaş sizə izah eləməyə, yəni bacardığım qədər izah eləməyə çalışacağım. Deməli, bir də onu demədim sizə, misdə uçurum mövcuddur. Gəlin misdəki uçurumu da sizə yazaq. Mis 29-dur. Uçurum necə yazılır? 3D 9 4s üstü 2-dir. S elektron 1 D'yə keçərək S1 de bizə onu göstərir. Hər bir elementin valent elektronu da onun qrupunu göstərə bilər. Məsəl üçün, mən sizə deyirəm ki, kalsiumdur da, 4s2 neçənci dövr, neçənci qrup, 4-cü dövr, 2-ci qrup A. Yəni valent elektron, xarici elektron onun qrupunu göstərir. Və yaxud da başqa bir manqan misal göstərim. Məsələn, 25 göstərim. Nöqtə 3D5, 4s2 deyilsiz ki, 4-cü dövr, 7-ci qrup B. Başa düşdünüz mən, amma uyğun olmayanlar da var. Uyğun olmayan hansılardır? Kobaltdır, nikeldir, mistir və sinkdir. Gəlin bunları da nümunə kimi mən sizə nümunə kimi mən sizə bunu göstərim. Məsəl üçün, gəlin baxaq. Tutalım ki, kobalta baxıram. Kobalt 27-dir. Deməli, 3D 7 4s üstü 2. İndi belə çıxır ki, bu 4-cü dövr 9-cu qrupdur. Xeyr, 4-cü dövr 9-cu qrup deyilən bir şey yoxdur. 4-cü dövr 7-ci qrup B. Bax, belə yadımızda saxlayacaq. Sonra nikeli götürürəm 28, nöqtə 3D8, 4s üstü 2. 4-cü dövr 10-cu qrup deyilən şey yoxdur. 4-cü dövr 6-cı qrup. 6-cı qrup yox, 8-ci qrup yenə B. Sonra isə gəldik misə. Mis 29-dur. Deməli, 3D10, 4s üstü 1, 4-cü dövr 1-ci qrup B. Bir də sinkimiz qeyri-uyğunluq verir bizə 30, 3D10, 4s üstü 2. Burada da nə olacaqdır? 4-cü dövr 2-ci qrup B. Bax belə. Yəqin mən anlaya bildiniz. Anlayabildiniz. Sonra sual düşə bilər ki, neçə orbitalda elektron var, neçə orbitalda elektron yoxdur. Məsələn, natrium, belə başdan gedək də biz litiumu götürək. Litium 3-dür. 1s üstü 2, 2s üstü deməli 1, aysan 2p üstü 0. Bax, belə götürək sizlə. Deməli, neçə orbitalında elektron var? Deməli, baxırsınız ki, bunun deməli neçə orbitalında elektron var? Deməli, 2 orbitalında elektron var. Biri tam, biri isə natamamdır. Və yaxud da azot haqqında fikrimizi irəli sürək. 1s üstü 2, bax belə götürək. 2s üstü 2, 2p üstü 3-dür. Belə götürək. Neçə orbitalında elektron var desək, bax belə. Dövr üzrə, indi isə baxırıq dövr üzrə soldan sağa elektromənfilik, elektron enerjisi, iyonlaşma enerjisinin azalıb artmasına. Deməli, biz sizlə birinci ilk öncə baxırıq nəyə? Dövrə. Birinci qrupa baxırıq. Litium, natrium, məsələn, kalium. Litium nədir? 3. Natrium nədir? 11. Kalium nədir? 19. 1s üstü 2, 2s üstü 1. 1s üstü 2, 2s üstü 2, 2p6, 3s üstü 1.
Ve nihayet 1s üstü 2, 2s üstü 2, 2p6, 3s üstü 2, 3p6, 3d0, 4s üstü 1. Deməli, lityumun 2 elektron təbəqəsi var. Deməli, natriumun 3 elektron təbəqəsi var. Kaliumun isə 4 dənə elektron təbəqəsi var. Deməli, yuxarıdan aşağı elektron təbəqələrin sayı artdıkca radius ağarmağa başlayır, artmağa başlayır. Bəs burada elektromənfiliyi nədir, elektron ərsizliyi nədir, ionlaşma enerjisi nədir? Bunları bilmək istəyərdim sizdən. Deməli, belə başa düşək də biz bunu. Atom birləşmələrdə yalnız birləşmədə başqa element atomların özünə elektron çəkməsinə elektromənfilik deyilir. Elektromənfilik deyilir və ya da başqa bir söz deyək, atom birləşmələrdə rabitə elektronların özünə cəzb etməsinə elektromənfilik deyilir. Elektromənfilik metallarda az, qeyri-metallarda böyükdür. Ən güclü qeyri-metalda flordur. Deməli, yuxarıdan aşağıya düşdükcə elektromənfilik azalır, ionlaşma enerjisi azalır, elektronun hərisliyi azalır. Bəs ionlaşma enerjisi nədir? Deməli, neytral olan atomdan bir elektron qoparmaq üçün lazım olan enerjiyə ionlaşma enerjisi deyilir. Deməli, yuxarıdan aşağıya radius böyür, elektron təbəqəsini sayı artır, amma hamısının xarici elektron təbəqəsini görsən bir elektronu var və bu nüvədir. Nüvəyə ən deməli, uzaqda olan elektron daha tez verilir deyənə, yuxarıdan aşağıya metallıq qabiliyyəti artır və kalium elektron vermə qabiliyyəti daha üstün olur. Ona görə kalium daha güclü metal sayılır. Polinqə görə metalların elektromənfiliyi 2-dən kiçik, qeyri-metalların elektromənfiliyi isə 2-dən böyükdür. Ən güclü elektromənfiliyə də qeyri-metal fluoritdir. Deməli, yuxarıdan aşağıya artır radius, reduks edicilik, proton nisbi atom kütlə, azalır elektromənfiliyi ionlaşma enerjisi, elektron hərislik, oksidləşdiricilik, elektron vermə asanlaşır, amma oksidləşdirici və xaricdə olan bir dənə valent elektronların sayı dəyişmir. Getdik soldan sağa. Berilyum, bor, karbon. Qabaqda lityum da var, düzülü sayı yazmadım. Silək bir dənə təzən bir də yazaq. Lityum, berilyum, bor, karbon, azot, oksigen, flor. Baxın, 3, 4, 5, 6, 7, 8, 9 və təssiz qaz dövrlər şeylərlə qutarır. Təssiz qazlarla nöqtə, K-1, nöqtə, K-2, nöqtə, K-2, 2P1, nöqtə, K-2, 2P2 və s. Soldan sağa getdikcə görürsünüz, valent elektronlar artarda gedir. Amma elektron təbəqələrin sayı dəyişmir. Hamısında 2 elektron təbəqə var. Sadəcə elektron təbəqələrində get-gedə radiusun ağarır, kiçilir. Çünki nüvə böyüyür və nüvə böyüdükcə xaricdə olan elektronları özünə daha çox cəzb edir. Bunun xaricdə neçə elektronu var? Görürsünüz, 4. Xaricdə olan elektronların sayı dəyişir. Bunun 3 xaricdə, bunun isə 2 valent elektronu var. Bunun isə 1 valent elektronu var. Deməli, soldan sağa proton artır, nisbi atom kütlə artır. Elektron mənfiliyi, elektron hərisliyi, ionlaşma enerjisi artır, oksidləşdiriciliyi artır. Amma reduks edicilik və atom radiusu azalır. Əssalam. Bax belə. Dəyişməyən isə elektron təbəqələrinin sayıdır. Əla. Bəs bircə qırıqda həyəcanlanma haqqında danışıq, bir balaca həyəcanlanma. Görək nədir? Deməli, birinci qrup elementləri həyəcanlanmır, fon həyəcanlanmır, bir də 8-ci qrup elementləri həyəcanlanmır. Həyəcanlanma üçün bizə boş orbital və cüt elektron lazımdır. Həyəcanlanma başlayır ikinci qrupdan. Gəlin başlayaq berilyumdan. 4. İkinci qrup elementləri zaten həyəcanlanmış şəkildə reaksiyalara daxil olur. Həyəcanlanma üçün bizə ancaq xarici elektronlar lazımdır. Bax, bunu bir dənə diqqətli olun. Həyəcanlanma nəticəsində S elektron biri P-yə keçir. Olur nə? 2S üstü 1, 2P üstü 1. Tək elektronlar bizə lazımdır ki, kimyəvi iştirak eləsin. Sonra bor gəldi, 3-cü qrupdan bor gəldi. Deməli, 2-ci qrup, 3-cü qrup, 4 və 5-ci qrup elementləri deməli, bir dəfə həyəcanlanır. 1S üstü 2, 2S üstü 2, 2P üstü 1. S'in bir orbitalda bir cüt elektronu var. P'nin isə bir tək elektronu var. Həyəcanlanma nəticəsində elektron birini biz bura verdik.
ve verdikten sonra gördüğünüz elektron birini ora verdik ve beləliklə oldu 3 tek elektron. Sonra gəldik 4-cü qrup elementindən söhbət edirik. Karbondan. Karbon 6'dır. 1s üstü 2, 2s üstü 2, 2p üstü 2. S'in bir orbitalda bir cüt elektronu var. P'nin isə deməli 2 tək. Həyəcanlama nəticəsində elektron birini bura verdik və beləliklə kimyəvi rabitədə azotun ancaq karbonun ancaq iştirak edən elektronların sayı ancaq hansı elektronlardır? Karbon ancaq bizdə iştirak edir hansı elektronları? 4 orbital və 4 elektronu. Amma azot həyəcanlanmır. Çünki niyə həyəcanlanmır? Düzdür, azotun 3 elektronu var. Qəbul edirəm mən onu. Zaten elim də bunu qəbul edir. Ancaq bizim burada boş orbitalımız yoxdur. Ona görə də azot təbii ki nağara bilməz, həyəcanlana bilməz. Eləcə də flor da belədir, oksigen də belədir. Bunlar ona görə həyəcanlana bilmirlər ki, onların boş orbitalları yoxdur. Bax belə. Sonra 6-cı qrup elementlərindən kükürt 2 dəfə həyəcanlanır. 7-ci qrup elementlərindən xlor isə deməli 3 dəfə həyəcanlanır. Gəlin kükürdün həyəcanlamasına baxaq. 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2 ve 3p üstü 4. 3-cü dövrdən söhbət ediriksə, D elementləri burada iştirak edir. S'in bir orbitalında cüt elektron, P'nin isə 1, 2, 3, 4, 5, tək üzür sayın elektronu var. Əvvəlcə D özünə yaxın olan orbitaldan buradan alır elektronu və normaldan 2 dənə tək elektronumuz olur. Normalda bizim var burada deməli 4 tək elektronumuz ve azot burada olur. Kükürt burada olur 3s2, 3p3, 3d1. Burada 4 valentli birləşmə və müsbət 4 oksidləşmə dərəcəsini göstərir. Sonra həyəcanlama nəticəsində elektron birini yenə Y2 enerjisi verərək digərinə keçirdir. Keçirtmə nəticəsində olur nə? 3s üstü 1, 3p üstü 3, 3d üstü 2. Burada 6 tək elektron olduğuna görə 6'dır. Maksimum müsbət 6'dır. Amma bayaq normalda isə bax burada isə deməli 2 valentli idi, bizə mənfi 2 oksidləşmə dərəcəsini göstərirdi. Belə əzizlərim, indi isə gəldik xlorun həyəcanlanmasına bir anda baxaq. Ümumiyyətlə yadınızda saxlayın ki, 2-ci, 3-cü qrup elementlərinin reaksiya girmə qabiliyyəti həyəcanlanma nəticəsində baş verir ki, elektronlar təhlənir, sonra həyəcanlanma baş verir. Bax belə. İndi isə gəldik xlor 17-yə, yazırıq 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 5, 3d üstü 0. S'in bir orbitalda bir cüt elektronu var. P'nin deməli 1, 2, 3, 4, 5. Bir tek elektronu var. D'nin ise orbitalı boşdur. Elektron birini verdik bura. Elektron birini ora verdiğimiz anda 3 tane tek elektronumuz oldu. Sonra oldu nə? 3s üstü 2, 3p üstü 4, 3d üstü 1. Sonra həyəcanlanma nəticəsində elektron birini verdik bura. Neçədən tək elektronumuz oldu? 3s üstü 2, 3p üstü 3, 3d üstü 2 oldu 5 tek elektronumuz. Sonra həyəcanlanma nəticəsində digər yenə də S'dən P'ye biz elektron keçirtdik. Keçirtmə nəticəsində bizim oldu 3s üstü 1, 3p üstü 3, 3d üstü 3 elektronumuz. Bax burada 5, burada 3, burada 5, burada ise 7 valentli birləşmə. Yəni müsbət 3, müsbət 5, müsbət 7 oksidləşmə dərəcəsi göstərə bildi. Burada isə olduğu halda isə, yəni bax bu halda isə müsbət 1, mənfi 1 oksidləşmə dərəcəsini bizə göstərirdi. Deməli belə. Bu qədər. Qələvi metallardan bir dənə yazaq. Məsələn, natriumu yazsaq və yaxud da litiumu yazaq. Daha rahat isə başa sala bilək. 3, 1s üstü 2, 2s üstü 1, 2p üstü 0. Baxın, S'in bir elektronu var. Bunun boş orbitalı var, amma həyəcanlanma üçün cüt elektron olmadığına görə deməli litium həyəcanlana bilmir. Bu qədər uşaqlar.
Aha, indi isə biz sizlə gəldik. Deməli, bax bu cürə xarici energetik səviyyədə yerləşən elektronların enerjisi ilə tanış olmağa. Bunu öyrənməzdən qabaq əvvəlcə iyonlaşma enerjisini yenə sizə deyim. Soldan sağa, aha, bircə kəlmə qoyun, bunu sizə izah eləməyə çalışın. Soldan sağa iyonlaşma enerjisi deməli artır. Yuxarıdan aşağıya iyonlaşma enerjisi azalır. İyonlaşma enerjisi və elektron həssasiyyin vahidi kilojoule bölək moldur. Deməli, qeyri-metallarda iyonlaşma enerjisini çox görürük, metallarda iyonlaşma enerjisini az görürük. Neytral halda olan atomdan bir elektron qoparmaq üçün lazım olan enerjiyə iyonlaşma enerjisi deyilir. Dövr üzrə dediyimiz kimi soldan sağa iyonlaşma enerjisi artır, yuxarıdan aşağıya isə iyonlaşma enerjisi azalır. İyonlaşma enerjisi elementlərin sırf kimyəvi xassəsi ilə sıx əlaqədardır. İyonlaşma enerjisi nə qədər kiçik olarsa elementin metallıq xassəsi o qədər güclü olar. Nəcib qazların kimyəvi təsirsizliyi onların yüksək iyonlaşma enerjisinə malik olması da izah olunur. Deməli, belə çıxır ki, nəcib qazlarda yüksək iyonlaşma enerjisi mövcuddur. İndi isə gəlin biz sizlərlə birlikdə, deməli, burada bax bu gördüyümüz dövr cədvəlindən danışaq. Əvvəlcə baxaq görək tək elektronların sayı nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13 dənə bizim elektronumuz var. Yəni söhbət burada getdi alüminiumdan. Yazaq alüminiumdan getdik. 13 protonumuz var. Deməli 1s üstü yazaq. Deməli bir dəqiqə. Deməli 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 1. Bax belə bir şey görək. Deməli artıq biz bilirik ki, bunun birinci energetik səviyyəsindəki, ikinci energetik səviyyəsində 8, üçüncü energetik səviyyəsində isə 3 elektron var. Yəni, bax, bunu bu cür ispat edirik. Sonra, deməli, əgər atomun xarici elektron təbəqəsində bir neçə elektron varsa, onda onların hər birinin enerjisini qoparmaq üçün müəyyən qədər enerji sərf olunur. Bu enerjilər Y1 kiçikdir, Y2 kiçikdir, Y3 kimi ardıcıllıq ilə dəyişir. Bax, indi sizə bir söz deyirəm. Əgər atomun deməli Y1 enerjisi, bax fikir verin, bax bu Y1 enerjisidir uşaqlar, bax fikir verin, Y2 budur, bu da Y3'dür. Uca Y4 enerjisi xarici təbəqədən, yəni xarici ikinci təbəqədən danışır. Lap nüvəyə yaxın olan təbəqə isə budur. Bax bu elektronlardır. Nüvəyə yaxın olan elektronu qoparmaq çox çətindir. O elektronlar deməli rabitədə iştirak eləmir. Rabitədə iştirak edən elektronlar ancaq xaricdə duran, bax bu 3 elektrondur. Bax bu 3 elektrondur. Ümumiyyətlə kimyəvi rabitədə iştirak edən elektronlar xarici energetik səviyyədə duran elektronların sayıdır. Deməli, bu Y1 enerjisi nüvədən ən uzaqda olandır. Yəni, belə deyək. Digərləri isə digər elektronların qoparmaq üçün tələb olunan enerjilərdir. Gəlin, belə baxaq. Xarici elektron təbəqəsindəki elektronların qoparmaq üçün tələb olunan enerji bir-birindən az fərqlənir. Yəni, bax, məsəl üçün, bu Y1'dir, bu Y3'dür. Bax, bu birazcı Y2'dir, Y3'dür. Bax, bu elektronlar elə bir ki, baxın, 3s üstü 2, bax, belə başa salacağım sizi. 3p üstü 1. S-in orbitalda 1-2 elektronu var. P-nin də bax belə deyək də bir elektronu var. Həyəcanlandırdıq, keçdik bura. Və bu elektronları istəyirib bir-bir qopardıq. Siz bilirsiniz ki, elektronları qoparmaq üçün necə istifadə eləmək lazımdır. Birini qoyub birini deyirəm uşaqlar. Məsəl üçün bir dəqiqə mən sizə başqa bir nümunə üzərində göstərim. Məsələn, natrum 11-dir də tutalım ki, mən deyirəm ki, natrumda 11-dir. Özümdən deyirəm. 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 1. Natrum burada bir elektron, 3s üstü 1. Bir elektronunu vermək istəyir. O bir elektronu verdiyi anda o elektronu hardan verəcək uşaqlar? Elektron əlbəttə xaricdə olandan veriləcək. Bir elektronu verir və özünü 18 oxşadır. Deməli, hər bir element atom elektronu alıb verəndə özünü təsirsiz qaz oxşadır. Bu təsirsiz qazlar neondur, argondur, kriptondur, hətta heliumdur. Ya 2 ilə qutarır, ya 18, deməli, 10 sonluğu ilə qutarır, ya 18 sonluğu ilə qutarır, ya 36 sonluğu ilə qutarır. Bax, görürüz, bu 10 ilə
qutardı. Deməli özünü nəyə oxşatdı? Neona oxşatdı. Və yaxud da başqa bir misal üzərində danışıram. Alüminiumdur. 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 1. Verdiyi elektronları əlbəttə hardan verəcək? Xaricdən, buradan və buradan verir. Yəni əlbəttə həyəcanlanmış şəkildə bax bayaq izah elədiyimiz kimi budur. Əvvəlcə biz bax bunu bu rəhlə göstərək. Demək elektronlar əvvəlcə bu, sonra isə belə hətta izah eləyək ki, bu, sonra isə elektron buradan, sonra isə elektron bax buradan verilir və beləliklə nəhayət müsbət 3 elektronunu vermiş olur və alüminiumun sonda 10 elektronu olmuş olur və özünü yenə nəyə oxşadır? Təsirsiz qaza oxşadır. Başqa bir nümunə üzərində məsələn göstərim sizə. Məsələn, fluoru göstərərəm. 9-dur. 1s2 bilirsiniz ki, deməli elektron mənfili çox olan elementlər elektronu alır və baxın və fluor elektronu aldığı anda elektronun biri 6 elektronla tamamlanır. Bax gördünüz uşaqlar, bunun tamamlanması artıq bunun yenə də neona oxşadığını göstərir və yaxud da xlor 17-ni göstərək, nöqtə. 3s üstü 2, 3p üstü 5-dir və elektronu aldığında 6-ya keçir və xlorun artıq 17 idi. Elektron birini alaraq 18-ə çevrilir. Başqa bir misal üzərində də mən sizə rahatlıqla bunu misal çəkə bilərəm ki, məsəl üçün fosfor 15-dir. Bax göstərək sizə 3s üstü 2, 3p üstü deməli 3-dür. Uşaqlar bax gördüyümüz kimi 3 elektronu qəbul edərək 6-ya çevrilir və özünü fosfor 15 idi. 3 elektronu qəbul eləyərək 18 elektrona çevrildi. Başqa nümunələrimiz də var ki, atom bunu D elementləri üzərində də biz tətbiq eləyə bilərik. Məsələn, D elementlərindən sizinlə gəl misal göstərək, tutalım ki, xromu misal göstərim və yaxud da xrom olmasın. Məsəl üçün hansı bir element dəmiri lap göstərək. Dəmir 26-dır. Dəmir 26 olduğu anda 3d6 4s üstü 2-dir. Bax diqqətlə baxın. Bax dəmir 2 elektronu vermək istəyir. Onda necə olacaqdır? 3d6 4s üstü 0. Yəni elektron əvvəlcə xarici energetik səviyyədən getməlidir. Əgər dəmir gəlib müsbət 3 olarsa, onda bu olacaqdır 3d5 4s üstü 0. Bax bunu bu cürə sizinlə öyrənəcəyik. Və yaxud da söhbət gedir, tutalım ki, xromdan gedir. Xrom 24-dür və bilirsiniz ki, normal halında 3d5 4s üstü 1-dir. Əgər xrom 2 elektronu vermək istədikdə 3d4 4s üstü 0 formuluna malikdir. Əgər müsbət 3 elektron verdiyi halda 3d3 4s üstü 0 formuluna malik olacaqdır. Yəni siz anlamalısınız ki, elektronlar əvvəlcə S-dən, sonra isə D elementlərindən söhbət gedir. Sonra isə D-dən verilməyə başlayır. S elementlərində elektron S-dən gedir. P elementlərində elektronlar ya aldıqda P elementlərinə gəlir, verdikdə isə əvvəlcə P-dən, sonra isə S-dən gedə bilər. Bax belə uşaqlar. Sonra atom elektron alıb verdikdə, məsəl üçün sizə bir nümunə deyim, 16-dır məsələn, 2 elektronu aldı və yaxud radius kiçik idi. Siz bilirsiniz ki, metalların radiusu böyükdür, qeyri-metalların kiçikdir. Amma atomlar elektron aldıqda, məsəl üçün, atomlar elektron aldı. Bunun 3 elektron, nətər bir dəqiqə qoyun, mən sizə bunu tam rahat ispat edə bilim. Məsələn, 16-da yerləşdiririk. 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, sonra 3s üstü 2, 3p üstü 4. Bax, diqqətlə baxın. 3 dənə elektron təbəqəniz var. Axırıncı elektron təbəqənizdə 6 elektron var. Bax görün 4, 5, 6 elektronu var və 2 elektronu qəbul elədikdə bayaqlarım 16 idi, indi 2 elektronunu buradan qəbul elədi və çevrildi oldu 18 və istər-istəməz radiusu əvvəlki haldan daha çox böyüməyə başladı. Çünki o orbitalına yeni elektron yerləşdirdi. Deməli, mənfi yüklərdə radius böyük olur, amma müsbət yüklərdə radius kiçik olur. Çünki elektron verəndə radius kiçilməyə başlayır. Məsələn, natrumu göstərəyən sizlə 11-dir. 1s üstü 2, bir dəqiqə onu təmiz silək. Məsələn, natrumu göstərirəm 11-dir. Məsələn, 1s üstü 2, 2s üstü, bir dəqiqə uşaqlar elə bir balaca qalın yazır. 2s üstü 2, 2p, bir dəqiqə, natrium 11, 1s üstü 2, 2s üstü
deməli 2, 2p üstü 6, 3s üstü 1. Görürsünüz 3 dənə elektron təbəqəmiz var, axırda 1 elektronumuz var və natrium 11 elektrondan 1 elektronu verəndə artıq xarici energetik səviyyədə elektron verilmiş olur və istər-istəməz radiusun kiçildiyini biz müşahidə eləmiş oluruq. Yəni axırıncı elektron getməsi radiusun kiçilməsinə müşahidə olunur. Deməli alanda radius böyüyür, neytral halda neytral qalır, elektron verəndə isə radius kiçilir. Deməli siz metalla qeyri-metalı müqayisə eləmək istəsəz, bilin ki, metalın radiusu böyük, qeyri-metalın radiusu kiçikdir. Amma siz iyonları müqayisə eləsəniz, bilin ki, alanın radiusu böyük, elektron verən radiusu kiçikdir və bir şeyə burada fikir verməlisiniz ki, elektron sayıları eyni olsun. Məsəl üçün fosfor 15 mənfi 3 götürürəm, kükürt 16 mənfi 2 götürürəm, xlor 17 mənfi 1 götürürəm. Bunların arasında radiusu siz ancaq müqayisə eləyə bilərsiniz. Çünki üçündə də elektronların sayı 18-dir. Elektron alan radiusu böyükdür mənfi 2-dən, o da böyükdür mənfi 1-dən. Yəni daha çox elektronu hansı alırsa, onun radiusu daha çox böyüməyə başlayır. Bax belə uşaqlar. İndi isə gəldik bu elektronu vermək, bu elektronu almaq söhbətlərinə. Görürsünüz, bax, xarici energetik səviyyəsində alüminiumun 3 elektronu var. Elektron birini qoparmaq üçün Y1 enerjisi lazımdır. Deməli, Y1 enerjisini qoparmaq üçün müəyyən enerji mənə lazım oldu. Y2-ni qoparmaq üçün bir balaca enerji artmalıdır. Sonra isə 3-cü elektronu da yenə qoparmaq üçün enerji bir daha da böyüməlidir. Artıq bu xarici energetik səviyyədə olan elektron enerjiləri bir-birindən fərqləndiyini gördük. Amma bu 3-cü təbəqədə olan elektron sayı 2-ci təbəqədə olan elektron sayından kəskin dərəcədə fərqlənir. Artıq biz 4-cü elektron təbəqəsindən elektron götürmək istədikdə elektron enerjisi o qədər fərqlənmiş olur ki, artıq bu mümkünsüz bir hala çevrilir. Yəni iyonlaşma enerjisinin qiyməti və kəskin fərqlənən qiymətlərinə görə elementlər atomunun xarici elektron təbəqəsində neçə elektron olduğunu müəyyən eləmək olar. Məsəl üçün, bu artıq sizə göstərir ki, bunun xarici elektron təbəqəsində cəmi 3 elektronu var. Başa düşürsünüz? Yəni, burada iyonlaşma enerjilər sərhəddin əsasən xarici elektron təbəqəsində 3 elektron olduğunu biz müəyyən eləyə bilirik. Yəni, bax, bu xarici elektron təbəqədə olan bu 3 elektron bir-birinin enerji ehtiyatına görə çox az fərqlənir. Amma Y4 kəskin fərqlənir. Yəni, məni anlaya bildiniz. Və yaxud da başqa bir nümunə göstərə bilərəm. Y1 kiçikdir Y2-dən çox-çox kiçikdir Y3 deyəndə artıq uşaq bilməlidir ki, yəni abituriyent bilməlidir ki, xarici energetik səviyyədə 2 elektron var və bir-birindən az enerji ehtiyatına görə fərqlənir. Y1 kiçikdir, çox kiçikdir Y2 görürsünüzsə, siz bilməlisiniz ki, xaricdə 1 elektron təbəqəsindən söhbət gedir. Bax, belə mənim əzizlərim, yəqin ki, mənim nə demək istədiyimi siz anlaya bildiniz. Yəni, belə çıxır ki, atomun daxili təbəqəsində olan elektronlar xarici təbəqədə olan elektronlara nisbətən nüvə tərəfindən daha çox cəzb olunduğu üçün çətin ayrılır. Yəni, bax, bu ikinci təbəqədə olan elektronların ayrılma ehtimalı çox böyükdür. Yəni, çox kiçikdir. Yəni, elektronlar ayrıla bilmir. İçəridə olan elektronlar nüvə tərəfindən daha çox cəzb olunur. Və ona görə onun elektron getməsi, yəni çıxması, detər deyimsə, qeyri-mümkünsüz bir hala çevrilir. Sonra nə deyə bilərik sizə? İndi mən sizə bir test nümunə üzərində də bir nümunələr göstərmək istəyirəm. Maraqlı, yəni siz o nümunələri daha dərin anlayacaqsınız. İndi baxaq o nümunələrimizə də sizdən. Buradan başlayacağız bura kimi. Deməli, əzizlərim, keçdi indi biraz testlərə bir balaca. Hansı halda dövrü sistemdə elementlərin xasslərinin dəyişməsi doğrudur? Baxın, birinci istiqamətdə reduksiyaciliyi artır, fikri səhvdir. Üçüncü istiqamətdə elektron mənfilik azalır. Soldansa elektron mənfiliyi artır, amma sağdan sola azalır. Bu doğrudur. Birinci istiqamətdə metallıq artır, xeyr, qeyri-metallıq artır. İkinci fikir B doğrudur. İkinci istiqamətdə atom radiusu kiçilir. Xeyr, yuxarıdan aşağı atom radiusu böyür. Çünki elektron təbəqənin sayı artır. Üçüncü istiqamətdə oksidləşdiriciliyi artmır. Soldan sağa artır. Sağdan sola isə azalır. Deməli, burada doğru variantımız isə deməli B variantıdır. Keçdik digər misala. Baxın, dördüncü dövr, baxın bir dəqiqə uşaqlar. Üçüncü dövr 5-ci qrup A. Dördüncü dövr 5-ci qrup A.
Dördüncü dövr 8-ci qrup B, çünki D elementidir. Dördüncü dövr 5-ci qrup B. Başa düşdünüz? Amma Y variantı mən sizə izah elədim ki, istisnalıq təşkil edir. 2 + 7 gəndə 9-cu qrup yoxdur. 8 B qrupu əlavə eləyəcəyik. Yəqin siz mənim nə demək istədiyimi anladınız. Deməli, burada 1-ə nə uyğun variantımızı biz qəbul edirik uşaqlar? 1-ə deməli, qəbul edirik. Birinci suala qəbul edirik. 4-cü dövr 5-ci qrup A, B bəndi. İkinci, 4-cü dövr 5-ci qrup B, D bəndini uyğun götürürük. 4-cü dövr 8-ci qrup B əlavə yarım qrup deyirsə, 3-ə də Y variantını qəbul edirik. Keçdik dövməti misalımıza. Aha, gəldik əsas məsələyə. Bax, mən bunu səhərdən sizə bir dənə izah eləmək istəyirdim. Deməli, ümumiyyətlə Mendeleyev cədvəlində belə bir məsələ var. Məsələn, mən sizə Mendeleyev cədvəlini çəkim. Bax, bu Mendeleyev cədvəldir bizdə. Burada hidrogenimiz var, burada heliumumuz var. Bax, belə düzüm. Bir dəqiqə. Aha. Kiçik dövrlər, kiçik dövrdə elementlər yuxarı bu birinci qrupumuzdur, bu 2-dir, bu da 3-cü qrupumuzdan söhbət gedir. Deməli, burada var litium, burada var berilyum, bor, karbon, azot. Biraz yəni düzgün çəkilmədir. Bir dəqiqə. Mən sizə Mendeleyev cədvəlini çəkim. 1, 2, 3, 4, 5, 6, 7 və nəhayət 8. Ay sağ ol, 8. Bu da 3-cü qrupdur. Bax, belə götürək. Bu da 1-ci qrupdur. Bu da 2-ci qrupdur. Bax, belə götürək sizlə biz bu misalları. Bu da 4-dür. Bax, səliqəli çəkək ki, bizim hər işimiz burada səliqəli getsin. Məsələn, bura qoy, elə bil ki, bura 2-cini qoyaq. Burada 3-cü kiçik dövrlər danışaq. Litium, berilyum, bor, azot, yox, bor, karbon bağışlayın. Bor, karbon, azot, oksigen, flor və neon. Sonra litiumdan sonra gəlir natrium, sonra magnezyum, sonra alüminium gəlir, silisium, fosfor, kükürt, xlor və argon. İndi baxın bura. Litiumun sıra nömrəsi 3, natriumun sıra nömrəsi 11-dir. 3-dən 11-ə düşəndə neçə rəqəm fərqimiz var? 8. Baxın, berilyum 4-dür, berilyum 4-dür, magnezyum 12-dir. 4-dən 12-ə düşəndə neçə fərqimiz var? 8. Gördünüz, yuxarıdan aşağı 8-dir. İndi soldan sağa baxın. Litium 3-dür, berilyum 4-dür, bor 5-dir, karbon 6-dır, 7-dir, oksigen 8, 9, 10. Deməli, soldan sağa getdikcə isə rəqəmlər bir-bir fərqlənir. Yuxarıdan aşağı isə rəqəmlər 8-8 fərqlənir. Və salam. İndi söhbət gedir ancaq kiçik dövrlərdən. Kiçik dövrlərdə bilirsiniz ki, 1-ci, 2-ci, 3-cü dövrlərdir. Deyir, X-in və Z-in sıra nömrəsi birlikdə bizdə deyir 30-dur. Baxın, Y-ə qoyaq A-nı. Yuxarıdan aşağı A + 8 fərqlənir. Bax, gördünüz. Bu tərəfə keçsə A + 7-dir. Uşaqlar, bu tərəfə keçsə isə A + 9-dur. Yəqin başa düşdünüz məni. X və Z deyirsə X A + 7-dir. Bax, belə götürək. Z deyirsə A + 9-dur. Aha, A + 9 və bunların cəmi bərabər elədi 30-a. Buradan da 2A üstə gələk 16 bərabərdir 30. 2A bərabərdir 14. A da bərabərdir 7. Deməli, Y-in sıra nömrəsi 7-dir. 7 üstə 7 gələndə X 14. Deməli, Y 7-dir. X 14-dür. Z-ə baxaq, 7 üstündən 9 gələn neçə eləyir? 16. Z-imizin də sıra nömrəsi elədi 16. Bax, siz bunu bu cürə hesablayıb tapacaqsınız, uşaqlar. Davam elədik. Gəldik. Aha, bir də yaxşı yadımıza düşdü. Əlavə yarım qrup metalları haqqında danışaq sizə. Əlavə yarım qrup metalları nədir əzizlərim? Əlavə yarım qrup metalları skandiumdan 4-cü dövrdən mən danışıram. 21-də başlayır, sink, yəni 29-da qutarır və inanın ki, bunların içində S elektronları fərqlidir. Mən sizə deyim də, D elektronları fərqlidir. Amma bütün əlavə yarım qrup elementlərində P elektronların sayı 12-yə bərabərdir. Mən bunu sizə isbat edə bilərəm. Məsələn, skandiumu götürək 21, 1s üstü 2, 2s üstü 2,
2p üstü 6, 3s üstü 2, 3p üstü 6, 3d'ye dəymirəm 4s üstü 2, 3d üstü 1. Gördünüz, p elektronun sayı hələ ki 12-dir. Və yaxud da bir dənə dəyişkən olan xroma baxaq 24, 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 6, 3d üstünə mən yenə dəymirəm, 3d'yə dəymirəm, 4d üstü 1, 3d üstü 5. Görürsünüz, s elektronlar da fərqlidir. İkisi burada, ikisi bax. Bayaqlarım s elektronu neçə idi? Bir dəqiqə. Seçə göstərim. 2, üstə gələk 2, 4, üstə gələk 2, 6, üstə gələk 2, 8. Amma indi buna baxın 2, üstə gələk 2, 4, üstə gələk 2, 6, üstə gələk 1, 7. Gördünüz, S elektronlar da fərqlidir. D-yə baxın 1-dir, burada D-yə baxın 5-dir. Amma P elektronlarını bir dənə nəzər eləyəyin. P elektronlarının pozitivlərinin fərqli rəqəmləri şeylə eləyim ki, görə bilərsiniz. 6, baxın, 6, 6, 12. Gördünüz, 6, 6, 12. Deməli, belə çıxır ki, bütün D elementlərində P elektronların sayı neçəyə bərabərdir? 6'ya bərabərdir. 6 yox, 12'ye bərabərdir. Deməli, buradan nə öyrənirik sizdən? Buradan öyrənirik ki, A plus 4 bərabərdir 12, A'mız da bərabərdir 8'e. Deməli, S elektronumuzun 8'dir sayı, P elektronumuzun sayı 12'dir. D elektronumuzun sayısı 6'ya bərabərdir və toplayın. 8'in üstüne 12, 26, 26 eləyir və 26'nı düzdüyümüz anda 3D6, 4S üstü 2'dir. 4-cü dövr 8-ci qrup B elementidir. Deməli, bu qədər, yəni sıra nömrəsi 26'ya bərabərdir. İndi isə gəldik, həyəcanlanmanı sizə burada göstərmək çox istəyərdim. Baxın, kükürdü götürün 16'dır. 3S üstü 2, 3P üstü 4, 3D üstü deməli 0'dır. S'in bir orbitalda 1, 2 tək, P'nin deməli 1, 2, 3, 4, D'nin orbitalı boşdur və rabitəni yaradan tək elektronlardır. Burada isə 2 valentlidir. 2 valentlidirsə bizə burada nə aiddir? Təbii ki, bizə burada aiddir. Deməli, bir dəqiqə A bəndi. 1'ə uyğun gəldi A bəndi. İndi isə keçdik 4'ə. Deməli, elektron həyəcanlanma nəticəsində əvvəlcə P'dən D'yə keçir. 4 tək elektron olur. Olur 3S2, 3P3, 3D1. Baxaq görək, harada elə bir variantımız var. Bu D bəndi. Deməli, 4 valentli deyirsə D bəndini şamil edirik. Və nəhayət S elektronundan 2 dəfə həyəcanlandı. Y1 və Y2 enerjisini sərf edərək 2 dəfə həyəcanlandı. Və burada da elə bir gəlin bildiyində biz sizdən bu elektronları silək ki, sonra bizə niyə bir problem yaşatsın ki, bu bax belə təmiz silək. Bu bir tək burada, bir tək burada. Bir tək burada. Всё. Və nəhayət 6 tək elektronu var. 6 tək elektronu varsa 3S üstü 1, 3P üstü 3 əzizlərim və 3D üstü deməli 3. Baxaq görək burada 3D üstü 3 yox, başlayın 3D üstü 2. Baxaq görək burada hansı variantımıza uyğun gəldi bizim? Təbii ki, C variantımıza bax bu cürə. Sonra bayaqkiyə gəldik. Elektron konfigurasiyası verilmiş hansı element üçün birinci və ikinci iyonlaşma enerjisi arasında bu fərqi görürsünüz. Yəni bu deməkdir ki, birinci və ikinci iyonlaşma enerjisi arasında fərq çox böyük olduğu üçün Y1 xarici energetik seviyesinde yalnız bir cidden elektron olduğunu gösterir. Bak, xarici energetik seviyede bir elektron olana baxırıq. Burada 5 elektron var. Burada 2 elektron var. Burada xaricdə 3 elektron var. Burada isə xaricdə 1 elektron var. Və doğru variantımız D variantıdır. Burada isə xaricdə 2 elektronumuz mövcuddur. Sonra və bunu izah etməzdən qabaq mən sizə yaxşı izah edəyim. Mən sizə güclü oksidləşdirici və redoks edici necə tapıldığını da izah eləmək istəyərəm. Baxın, görürsünüz, var biz bunu atom quruluş modelləri, elektron orbitalları, atomların enerji səviyyədə quruluş haqqında danışaq. Atom ümumiyyətlə nədir? Müsbət yüklü nüvədən onun ətrafında hərəkət edən mənfi yüklü elektronların ibarət elektroneytral hissəcikdir. Nüvədəki hissədən ibarətdir. Proton və neytron, bunu bilirik. Nüvənin ətrafında da çox kiçik hissəcik olan elektronlar, mənfi yüklü elektronlar hərəkət edir. Dəyişən hər zaman elektronlardır. Atomun nüvəsi, protonu, nüvəsində olan proton və neytronlar heç bir zaman dəyişmir. Atomlarda dəyişən radiusdur
ve elektronlardır. Sonra atom elementin kimya proseslərdə bölünməyən tərkibi və kimyəvi xassələrini özündə saxlayan ən kiçik hissəcikdir. Müasir təsəvvürlərə görə hər bir mikrohissəcik kimi elektronlar nüvə ətrafında daima hərəkət edib elektron buludları yaradır. Elektron nüvə ətrafında müəyyən anda hər hansı bir yerdə olması ancaq ehtimal edilə bilər. Bax, yerəcədə yazılıb. Çox, yəni doğrudan da ehtimaldır bu. Elektron ən çox olduğu ehtimal edilən yer elektron buludları adlanır və buna orbital deyilir. Elektron buludu, elektron orbital eyni anlayışdır. Orbital atomun stasionar halında elektronun 90% olduğu ehtimal olunan bir yerdir. Hidrogen atomunda olan bir elektron nüvə ətrafında hərəkət edərək sferik forma, kürəyə bənzər orbital, dairəvi bir orbital əmələ gətirir. Və bu sferik orbital nə orbital adlanır uşaqlar? S orbitalı adlanır. Daha sonraki orbitallar biraz mürəkkəbdir. P orbitalı və D orbitallarına bölünürlər. S elementləri S orbitalı, P elementləri P orbitalı, D elementləri D orbitalları, F elementləri isə F orbitalları əmələ gətirir. S və P əsas yarım qruplar, D və F isə əlavə yarım qrup elementləridir. F elementləri lantanoidlər, aktinoidlər adlandırılır və bunlar radioaktiv elementlər də sayılırlar. Uşaqlar, deməli, S elektron fəzada X, Y oxu üzərində Z oxu boyunca hərəkət eləmir. Amma P orbital fəzada 3 koordinat oxu boyunca hərəkət eləyir. Baxın, yəni görürsünüz, bu P orbitalıdır. Fəzada bunun hərəkətinə baxın. X, Y, Z istiqamətində gah belə, sonra gah bax bu cürə, gah bax belə hərəkət edərək, deməli, nüvə ətrafında X, Y, Z koordinat oxu üzərində hərəkət edir. Çox elektronlu atomlarda S və P orbitallarından başqa daha mürəkkəb formalı D və F orbitallarda mövcuddur. Elektron buludlarının formasının daha mürəkkəb olduğu D əmələ gətirdiyi orbitallar D orbitallar adlanır. Bax, beləcə gördüyümüz kimi D orbitallarına baxın, hətta D orbitallarına 4 ləçək adını da verə bilərik. Hər bir orbital 1 və ya 2 elektron tərəfindən yaradıla bilər. Yəni bir orbitalda maksimum uşaqlar. Deməli belə, indi isə gəldik oksidləşdirici və reduks edici necə tapacaqsınız? Bax, əzizlərim, başladıq. Biz bilirik ki, soldan sağa getdikcə bizim reduks edicilik qabiliyyətimiz nə ayırır? Deməli, soldan sağa getdikcə reduks ediciliyimiz azalır, oksidləşdiriciliyimiz artır. Çünki S elektronlarından P elektronlarına doğru hərəkət eləyirik. Yəni 1S üstü 2. Yəni ki, bax, belə götürək sizlə. S-dən P-yə doğru hərəkət eləyirik. Məsələn, lityumdan başlayıram. 1S üstü 2, 2S üstü 1. Görürüz, S elementi metaldır. Sonra 1S üstü 2, 2S üstü 2, berilyum metaldır. Artıq bor istisnadır. 1S üstü 2, 2S üstü 2, 2P1 artıq qeyri-metaldır. Gördünüz, P başladı. Sonra karbona çatanda 1S üstü 2, 2S üstü 2, 2P üstü 2. Gördünüz, P elementi artdı, karbon daha güclü qeyri-metal oldu. 2S üstü 2, 2P üstü 2 ondan da güclü oldu. Sonra gəldi azot, 2S2, 2P3 daha güclü oldu. 2S2, 2P4 bir daha güclü oldu və nəhayət 2S2, 2P5'e çatanda flor artıq bu daha qüvvətli qeyri-metal oldu. Deməli, S-in sayı S-dən P-yə doğru keçdikcə və P elektronların sayı artdıkca bizim oksidləşdiriciliyimizin qabiliyyəti artır. Söhbət məsələn eyni qrupdan gedirsə, sizə sual düşə bilər. 2S2, 2P3 yoxsa 2S2, 2P5 bunlardan ən güclü elektromənfiliyə sahib, ən güclü oksidləşdiriciliyə sahib, ən güclü elektron almaya sahib qeyri-metal hansı ola bilər? Əlbəttə ki, siz P-si çox olanı qəbul eləməlisiniz. Deməli, P-si çox olduqca elementin qeyri-metallıq qabiliyyəti güclənir. Bütün P elementləri sözünü deməyək ki, gəlin, bu biraz yalançı olar. İkinci və üçüncü dövr elementlərində alüminium istisna olmaq şərti ilə gördüyünüz hamısı qeyri-metallardır. Bircə dənə 3S2, 3P1-i görəndə bilməlisiniz ki, bu oksidləşdirici yox, reduks edici funksiyanı bizə daşıyır. Bax, bunu bilməlisiniz. Yuxarıdan aşağı getdikcə oksidləşdiriciliyi azalır. Sizə düşə bilər ki, məsələn, flordur da bu. 2S2, 2P5, bir də sizə düşə bilər ki, 3S2, 3P5. Yuxarıdan aşağı oksidləşdiricilik nə ayırır? Yuxarıdan aşağı bizim oksidləşdiricilik qabiliyyətimiz azalır. Deməli, dövr kiçik. Necə yadınıza saxlayasınız? Dövr kiçik. P'si çox olduqca oksidləşdiricilik üstün olur. Bax, bu qədər. Məsələn, nümunə verirəm sizə. 3S üstü 2, 3P üstü 4 yoxsa
3s üstü 2, 3p üstü 5 bunun hansı qüvvətli oksidləşdiricidir? Dövrlər eynidir. Onda P-nin sayına baxacağıq. P5 əlbəttə qüvvətli oksidləşdiricidir. Birdən birini ikinci dövr verdi. 2s2, 2p4. Birini də verdi 3s2, 3p5. Hansı qüvvətli oksidləşdiricidir dedikdə isə elə bir bayaqlarım mən sizə bir söz deyim də. Siz elə bil ki, eyni dövr olanda P-nin sayına baxırsınız. Amma müxtəlif dövr olanda dövrü kiçik olanı birinci götürürsünüz. Yəni dövrü kiçik olan oksidləşdiriciliyi daha üstündür. Davam elədik. Bəs yuxarıdan aşağı reduksiyaciliyi nə qayırır? Artır. Məsələn, lityuma baxın. 2s üstü 1 natrium, 3s üstü 1 kalium, 4s üstü 1 gördünüz. Dövr böyüdükcə və S-in elektron 1 qaldıqca reduksiyacililik qabiliyyəti artır. Deməli, reduksiyaciliyin tap desə dövrü böyük, S-i 1 olanı qəbul eləyin. Amma sizə deyim ki, NS üstü 1, sonra NS üstü 2'lər qüvvətli reduks edicilərdir və bor istisna olmaqla 3-cü dövrdə alüminiumdur. Sonra bir dəqiqə uşaqlar, 3-cü dövrdə bor istisna olmaqla alüminiumdur, qalium, indium, talium və s. kimi metallarda perimetrlər sırasına daxildir. Məsələn, testdə düşə bilər ki, 4s üstü 1, yoxsa 3s üstü 1 hansı qüvvətli reduks edicidir? Əlbəttə 4s üstü 1. Sonra qeyri-metallar həm reduks edici, həm oksidləşdirici ola bilər, amma metallar daima reduks edicidir və heç vaxt onlar elektron, almalar hər zaman verirlər. Deməli, belə müqayisə edəndə dövr böyük olana baxırsınız. Birdən sizə gələr düşər qarşınıza, məsələn, bir dənə 3s üstü 2, 3s üstü 1, 4s üstü 2 hansı qüvvətli metaldır desə, onda dövrün kiçik olmasına baxacaqsınız. Dövrü kiçik olanın metallıq qabiliyyəti daha üstündür. Ən çox güclü metallar S1 olanlardır. D-də elektron olanlar reduks edici sayılırlar. Amma məsələn 3D5, 4S1, bir də var nöqtə 4S üstü 1. Bunlardan hansı məsələn ən qüvvətli reduks edicidir? İkisi reduks edicidir. Amma D elementlər qüvvətli reduks edici deyildirlər. Qüvvətli reduks edici olanlar S elementlərdə əlbəttə ki S1 daha qüvvətli reduks edici sayılır. Deməli, bax belə. Bir də reduks edici dedikdə hidrogen istisnadır ki 1'dir. 1s üstü 1 qarşınıza çıxa bilər, testə düşə bilər. Ən güclü reduks edicidirmi? Xeyr, hidrogen həm reduks edici, həm də oksidləşdiricidir. Bu qədər.